Hamınızı salamlayıram. Sabahınız xeyir olsun. Gözəl dostlarım. Bir məsələni sizinlə absurdat eləyəcəm. Ay Vahid bəy, mən səmimi efir qəbul eləmirəm. 2 dəfə, ümumiyyətlə, etiket qaydalar var. Göndərdiniz, qəbul eləmədim də, adboy etdim, düzdür. Sonra ikinci dəfə bir də göndərmək, bu tərbiyəsizlikdir. Öyrənin. Bir adamı da yığanda, zəng eləyəndə dostlar, zoom el gedir də, düt. Üçüncüyə qədər, heç mən 2-də adboy verim. Üçüncü, da axıra qədər gözləməyin, o tərbiyəsizlikdir. Hə, ərkin çatan adamdırsa, gecə gündüz maçquç elədiyin dostundursa, eyb yoxdur. Amma bir balaca, bir köynək aralı adamlara bu etiket qaydaları mən hər günlər buradan hamınıza yox, bilməyənlərə öyrədəcəm. İndi də bir yerdə efir üçün Fərid bəy deyir, siz də konsert verirsiniz, fonogram oxuyarsınız. Ay canım, bu konsert deyil ki. Fonogram oxumaq konsert deyil. Fonogram oxumaq sizi allatmaqdır. Mən bunu dostum da eləsə deyəcəm, düşmənim də eləsə deyəcəm. Yəni, bunu mən nəyə görəsə demirəm. Nə mənim, nə qarşı tərəfin heç birimizin reklama ehtiyacımız yoxdur. Amma siz yazırsınız ki, bu nə konsertdir. Əziyyət çəkib. Məsəl üçün, saç makyaj, bunu elə bilirsiniz asandır. 2 saat oturursan saçın makyajın altında. Əziyyətdir, tıxaçlarla gəlirsən, gedirsən. Hə, sizinlə bir məsələni mən absurdat eləyirəm. İndi siz yazırsınız, siz fonogram oxumursunuz. Mən toylarımda 1 ya 2 fonogram, o da ən axırda ya da ən başda zala girəndə. Onu da bildirirəm mikrofonla. 6 saat canlı oxuyandan sonra deyirəm, indi yeni bir mahnım çıxıb. İcazə verirsiniz, onu fonogram oxuyum. Çünki dostlar, can sağ olun. Öpürəm sizi. Sizin deyir, qəlbiniz də üzünüz kimi gözəldir. Çox sağ olun. Tərif yazmayını, tərifdən bezmişəm. Hə, şaka. Sağ ol, ay Seva. Bizim Seviçkadır bu. Bir tanəm. Sağ ol, bir tanəm. Deməli, elə Seva xanım, sən də cavab yaz. Sizinlə bir məsələni absurdat eləmək istəyirəm. Bu son vaxtlar davul çalan qızlar çoxalıb. Moskvaya gələnlər, digər yerlərə gedən musiqiçilər də 2 qrupa bölünür. Cavan oğlanlarsınız. Qadanız alın, biraz da az qazanın, eybi yoxdur. Bu nədir? Bir xalqın qızını gətirirsiniz əlində, davul da çala bilmir. Kişilərin içinə girir. Mən ondan sonra, valla pisinizə getməsin. Qıraqdan çox pis görünür. Bilinir ki, indi bu paxıllıqdır mı? Görürsünüz, mən Şükür xanım yazır ki, Şükür bəy yazır ki, düz deyirsən. Xədicə xanım, nəyə yanacaq? Mənim vətənimin qızı əlində davul gələcəyin anasıdır. Nəyə lazımdır? Kişilərin də içinə girir. Davul çalan xanımsan ki, xanımların içində. Yəni, ya ailəli adamların içərisində bu ayrı şey. Bunu hamımız da bilirik ki, puldan ötürü. Bu da dilənçiliyin yeni bir növüdür. Nə lazımdır ki? Valla çox pis görünür. Çox pis görünür. Bu saçı yaraşmır. Əşli saçımı eybi yoxdur. Mən ələyim, xəlvim, bəyənib mən. Bu deyil, yazırsınız dilənçilikdən. Mən öz adıma deyirəm, hamı yazır, düz deyirsən. Mən o xanımlara deyirəm ki, ondan sonra nağaranı öyrənin, ansambulda nağara çalın. Vallah billah, ansambulda əyləşin nağara, ya da ki, ansambulda nə işlə, elə ritm olmağı özü istedad tələb edir. Bilmirəm, var ya yox. Amma ya da davul çalırsansa, orada doğrudan da bir davul ifan varsa, bunu öz yerində dayan. Kişilərin içinə girmək, elə oxuyan qızlara da deyirəm. Mən oxuduğum yerdə, məni gəlib Penzada akrujeni aldılar. Yəni, mən oxuduğum yer musiqiçilərin qabağıdır. Mən yerimi hara dəyişim? Bu başqa məsələ. Var, 1-2 kadr özüm də paylaşmışam və yaxud bir yaxından Novosibirskdə toydaydım. Oxuduğum yerdə kişilər gəlib mənim yanımda oynayırlar. Mən oxuduğum yeri kənara çəkiləndə distasyon əlaqə kəsilir. Uzağa gedəndə oxuma gecikir. Hə, yox, kişilərin içində onu danışıram da, mən kişilərin içində oxumuram. Amma 1-2 kadr var ki, onu özüm əgər pis olsa paylaşmazdım. Əvvəla mən dayandığım yerdə kişilər özü gəlib burada oynayırlar. Sağa sola nə qədər istəyirəm ki, mən çəkilim, görürəm ki, sağda solda da yer yoxdur. Hə, o başqa məsələ, özləri gəlib. Bir də var, sən gəlib soxulasan kişilərin içərisinə. O olmaz. Məsələn, məndə bir kadr var. Bəyin dostlarıdır. Özdə bilirsən ki,
Yəni 20-22 yaşında uşaqlardır, heç bunların elə imkanları da yox deyə pul versinlər. Yəni onlar oynayırlar, Nurcanım oxuyuram. Onları belə coşdurmaq üçün, toy daha da belə coşqulu olsun deyə mikrofon tuturam. Onlar nə bilim hey deyirlər, nəsə deyirlər, super, bravo filan. O başqa şey. Amma davulumu mən götürüm, girim ora. Bir də oxuyan qızlara deyirəm, ay xanımlar, bizim adımız da müğənni gedir. Belə danışanda biraz söhbətimin burasını kəsib başqa mənada paylaşılır. Toyda